Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün 2024-cü il 7 aprel tarixində keçirilmiş 9-cu sinif buraxılış imtahanının suallarının izahını verəcəm. Başlayaq sualların izahına. 61 nömrəli sualda deyilir ki, verilmiş çoxluqların kəsişməsini, birləşməsini tapın. Yəni, çoxluqların birləşməsini taparkən birinci çoxluğun elementlərini olduğu kimi yazıram və ikincidən olmayanları əlavə edirəm. 8, 1, 2, 3, 5, 8 var. Deməli, 4 yoxdur. İkinci çoxluqdan 7 yoxdur və 9 yoxdur. Cavab oldu C variantı. Sadə bir sual. 62 nömrəli sualda deyir ki, OX oxuna nəzərən M mənfi 3, 5 nöqtəsi hansı nöqtəyə çevrilər? Uşaqlar, OX-a nəzərən deyirsə, mən demişdim ki, X olduğu kimi saxlayırıq. X olduğu kimi qalır, mənfi 3 və Y əksinə nə edirik? Dəyişirik. Oldu mənfi 5. Cavab oldu C variantı. Mənfi 3, mənfi 5. Keçirik növbəti sualımız 63 nömrəli sualdır. 63 nömrəli sualda deyilir ki, koordinat müstəvisində ABCD kvadratının A mənfi 2, 3, B 4 təpələri verilmişdir. D nöqtəsinin koordinatlarını tapın. Uşaqlar, burada bir kvadrat yaranıb. Gəlin koordinat müstəvisi çəkək. İki üsulla biz bunu həll edə bilərik. Bir koordinat müstəvisi çəkib göstərə bilərik. Bir də əlbəttə ki, biz iki nöqtə arasında məsafə düsturlarından istifadə etməklə. A mənfi 2, 3 nöqtəsini qeyd eləyək. Olacaq A mənfi 2, 3 nöqtəsi. Təqribən bura mənfi 1, bura mənfi 2, burada 1, 2, 3 götürsəm. Bu hissə olacaq A mənfi 2, 3 nöqtəsi. Bəli, A mənfi 2, 3 nöqtəsi. Sonra B4, 3 nöqtəsi. 1, 2, 3, 4 desəm. Bura 4 və eyni nöqtənin birini də bura qoyacam. Burada olacaq bir B nöqtəsi. Sonra isə C4 mənfi 3 nöqtəsi. 4 mənfi 3 nöqtəsi də elə bu nöqtənin aşağısında yerləşəcək. Bura simmetrik 1, 2, 3. Bu hissədə C nöqtəsi. Deməli, bizim bu D nöqtəsi bax, buna simmetrik və burada yerləşməlidir. Burada yerləşməlidir ki, belə bir kvadrata neyniyək? Tamamlaya bilək. Bu nöqtədə nədir? Mənfi 2, 3 nöqtəsi. Mənfi 2, 3 nöqtəsi. Cavabım olacaq B variantı. Çox sadə sualdır. 64 nömrəli suala keçək. 64 nömrəli sualda deyilir ki, 2002 çıxılsın 1002x bərabərdir 1000. Tənliyini həll edin. Məlumlar bir yana, məchullar bir yana. 2002 çıxılsın 1000 bərabərdir 1002x. Elə buradan da alacam ki, 1002 bərabərdir. Yenə 1002 yazıram. 1002 bərabərdir 1002x. X də bərabərdir 1-ə. Cavab oldu 1. Y variantı heç həll etmədən də yazmaq olardı. 65 nömrəli sualda deyilir ki, belə bir bucaqla bağlı sualdır. Gəlin görək nə deyir sualda. Bura A'dır, bura O'dur, bura C, bura D, bu hissə isə B'dir. Mənə deyir ki, bu bucaqların üçü də bir-birinə bərabərdir. Onda X, X, X. Heç həll etməyə ehtiyac yoxdur. Hər birinin 60 olduğu aydın məsələdir. Çünki açıq bucağın dərəcə ölçüsü 180 dərəcədir. Hər biri 60 olduqda bunlar bir-birinə nə olacaq? Bərabər olacaq. Növbəti sualımız 66 nömrəli sualdır. 66 nömrəli sualda deyilir ki, 3 vurulsun, 3 çıxılsın X. Bölünsün, 4 vurulsun, x çıxılsın 3. Yəni belə. X çıxılsın 3. Biz gəlin surətdə mötərizədən mənfini çölə çıxardaq. Qoy qalsın mənfi 3 vurulsun, x çıxılsın 3. Və 4 vurulsun, x çıxılsın 3. X çıx 3-lər getdi, qaldı mənfi 3 böl 4. Yəni cavab olacaq A variantı. Növbəti sualımız 67 nömrəli sualdır. Keçək 67-nin izahına. Sualda deyilir ki, mənfi 2, mənfi 3, üzərinə gəlinsin, mənfi 1-in üstündə 7, vurulsun, mənfi 2, çıxılsın 2, bitdi, getdi. Gəlin belə eləyək, 2 çıxar, buradan 3 çıxar, üzərinə gəlinsin, buradan mənfi 1-in üstündə 7, tək dərəcə olduğu üçün elə mənfi 1 eləyəcək, mənfi 1, buradan da olacaq, 2 çıxılsın 2, 2 çıxılsın 2, yəni 0. Bu hissə onsuz da 0-a gedəcək. Cavab olacaq 2 vur 3, yəni 6 A variantı.
Növbəti sual 68 nömrəli sualdır. Deyir 20-də 17 kəsirini faizlə ifadə edin. Faizlə ifadə etmək üçün 100-ə vurmaq lazımdır. Buradan 1, buradan da 5. Olacaq 85%. Yəni cavab B variantı. Keçək növbəti sualımıza. 69 nömrəli sual. 69 nömrəli sualda deyilir ki, kitab, dəftər və qələmin birlikdə qiyməti 16 manatdır. Gəlin kitabın qiymətinə bir K deyək, baş hərfi ilə, dəftərə bir D deyək, qələmə də bir Q deyək və yaxud Q deyək, nəsə deyək. Sonra deyək ki, hər birinin qiyməti 2 manat bahalaşar. Onda belə çıxar ki, hər birinin üstünə 1-2 manat əlavə edirəm. Ümumi summaya, ümumi məbləğə nə qədər artırılır? 2, 2, 2, yəni 6, 22 manat artırılır. 22 manat olmalıdır. Hər birindən bir ədəd almaq üçün nə qədər pul lazım olur? 22 manat D variantı. D variantı. Növbəti sualımız 70 nömrəli sual. 70 nömrəli sualda görək nə deyir? Deyir, 2 ardıcıl tam ədədin hasili bunlardan sonra gələn 2 ardıcıl tam ədədin hasilindən 34 vahid kiçikdir. Gəlin 2 ardıcıl tam ədədi belə göstərək. 2n plus 1, 2n plus 2. Və bunlardan sonra gələndə əlbəttə ki, 2n üstə gəl 3 və 2n üstə gəl 4 olacaq. Deyir ki, bunların hasilindən 34 vahid kiçikdir. Yəni, mən buradan bir 34'ü çıxmalıyam. İndi keçək vuraq açaq mötərizəni. 2n plus 1, bunu vuranda eləyəcək 4n kvadratı. Üstə gəlinsin. 6n üstə gəl 2. Bərabərdir 4n kvadratı. 11n, 8n, o da 6n, 14n, üstə gəl 12, çıx 34. Mən görəcəm ki, hər iki tərəfdən 4n kvadratları getdi. Yenə də eyni qayda. Məlumlar bir yana, məchullar digər yana. 6n çıxılsın 14n, bərabərdir. 12-dən mənfi 34'ü çıxanda mənfi 22, mənfi 22-dən də 2-ni çıxacam, qalacaq mənfi 24. Bitdi. Mənfi 8n bərabərdir, mənfi 24. N bərabərdir elə 3-ə. N 3-dürsə, bizdən ədədlərdən kiçiyini istəyir. Yəni 2 vurulsun, 3 üstə gəlinsin 1. Həmin ədəd nəymiş? 7 imiş. Birinci ədədimiz buydu axı uşaqlar. 2n plus 1. Cavab oldu 7. E variantı. Keçək növbəti sualımızın izahına. 71 nömrəli sualda görək nə deyir? 71 nömrəli sualda deyilir ki, YN parçası var. Bir dənə belə. Bir dənə də buradan belə bir NF parçası var. Buradan da bir belə bir şey çəkilib. Daha doğrusu bura çəkilməyib. Bura çəkilib. Buradan da bura belə bir şey çəkilib. Bura Y'dir. Bura M'dir. Bura O'dur. Bura N'dir. Bura da F'dir. Və deyir ki, MN və YF parçalar O nöqtəsində kəsişərək yarıya bölünür. Lap gözəl. Onda belə çıxır ki, bununla bu, bununla da bu bir-birinə nədir? Bərabərdir. MY 9'dur. MY 9'dur. MN 16'dırsa 8, 8 olarak bölünəcək. YF 10'dursa 5, 5 olarak bu da neynəyəcək? Bölünəcək. Mənə deyir ki, NFO'nun perimetrini neyləyin? NFO'nun perimetrini tapın. NFO'nun perimetrini istəyir məndən. Uşaqlar, bu bucaqlar bir-birinə bərabərdir. Alfa, alfa. Düzdürmü? Çünki qarşılıqlı bucaqlardır. Və bunun iki tərəfi də 5, 5, digər iki tərəfi də 8, 8 bir-birinə bərabərdirsə, mən burada üç bucaqların kongruentlik əlamətlərindən biləcəm ki, elə NF də 9'dur. Məndən onun perimetrini istəyir. Perimetrini istəyəndə 8 üstə gəl, 5 üstə gəl, 9. Eləyəcək 22. 22 olacaq bizim cavabımız B variantı. Bu nasıl oldu? İki kitabın qiyməti 78 manatdır. Kitablardan biri o birindən 5 dəfə bahadır. Olsun, biri x-dırsa, digəri 5x-dir. Və toplayanda nə verməlidir? 78. 6x bərabərdir 78'dir, x bərabərdir 13'dür. Deməli, kitabın biri 13 manatdır. Digəri də 5 vur 13, yəni 65 manatdır. Bu nə kitabdır ki, belə görürsən? 65 manatdır. Ucuz kitabın qiymətini istəyir, cavab olacaq A variantı. Cavab olacaq A variantı. Yəqin toplu deyil bu heç. Uşaqları 73 nömrəli sual.
53-ün kvadratı çıxılsın 13-ün kvadratı bölünsün 40-ın kvadratı çıxılsın 26-nın kvadratı üstə gəlinsin 66 vur 56. 66 vur 56. Gəlin baxaq. Gəlin bunu belə yazaq. Surəti mən belə açacağam. 53 çıx 13. 53 üstə gəl 13. Məxrəcdə də mən nə yarada bilərəm? Ona baxıram. 56 40-ın kvadratını gəl belə eləyək də. Məxrəcdə hiss edirəm ki, aydın məsələdir. Gəl bunu da belə açaq. 40 çıxılsın 26. 40 üstə gəlinsin 26. Vurulsun. Üstə gəlinsin 66 vur 56. Surətdə elə qalacaq 53 çıx 13 eləyir 40. Və bu da eləyir 66. 66. Məxrəcdə buradan qalır. 14 vurulsun neçə? 66. Üstə gəlinsin 66 vur 56 vur 56. 66 vur 56. Gəlin belə eləyək. Gəlin belə eləyək. Biraz qələmi qalınlaşdıraq. Daha yaxşı görünsün. Mən buradan 66-nı ortaq çıxarsam qalacaq belə. 40 vurulsun 66. 66-nı çıxarsam 14 üstə gəl 56. 66'lar getdi. 14 üstə gəl 56-da nə eləyir? 40 bölünsün 70. İxtisar aparsam qalacaq 7-də 4. Cavab olacaq D var. D yox. C variantı. Mən də oradakı işarələrə aldanırdım az qala. 74 nömrəli sual. Uşaqlar bu sualı elə həll yazmadan belə necə deyim, bilməyən uşaqlar vurub açıb belə hesablaya bilər də. Deyir ki, 4 saata 480 km yol gedən kater həmin sürətlə 6 saata nə qədər yol gedir? Yox, 8 saata. 8 saata 480 gedir. 6 saata da bir x gedəcək. Azalıb, bu da azalacaq. Deməli, burada düz mütənasib asılılıqdır. O zaman çarpaz nə edəcəm? Vuracam. 8-də 480 gedirsə, olacaq belə də. 480 vurulsun 6 bölünsün 8. Bu da eləyəcək 1, 6. 6'nın da buranda 60, 360 kilometr. Cavabımız olacaq D variantı. 75 nömrəli suala baxaq. 75 nömrəli sualda deyir ki, qarşılıqlı sadə olan A plus 5 ilə B ədədlərinin əkobu 420-dir. Bunlar qarşılıqlı sadədirsə, əköbları 420-dirsə, biz də bilirik ki, qarşılıqlı sadə ədədlər cütünün əkobu nəyə bərabərdir? Elə həmin ədədlərin nəyinə? Hasilinə. Həmin ədədlərin hasilinə. Yəni, A plus 5 vurulsun B bərabərdir 420-yə. Və bir tərəfdən də verib ki, A vur B üstə gəl 7B-də 450-dir. Olsun. Lap gözəl. Mən buradan B-ni ortaq vuruq çıxartsam, heç çıxartmağa ehtiyac yoxdur. Lazım deyil. Birincini vurub açacam. Olacaq belə. AB üstə gəl 7B bərabərdir 420. İkinci də AB üstə gəl 7B bərabərdir 450 idi. Düzdürmü? 450 idi. Okay, gəl biz bunu tərəf-tərəfə neyniyək? Tərəf-tərəfə çıxaq. AB-lər getdi. Burada 5B-dir. 5B-dir. Çünki mən bunu vurub açsam axı. Tərəf-tərəfə çıxanda qalır belə. 5B-dən 7B-ni çıxanda mənfi 2B. 420-dən 450-ni çıxanda mənfi 30. B-ni tapıram buradan nə? 15. Cavab olacaq D variantı. Maraqlı, nisbətən maraqlı sualdır. Nisbətən. Keçək çevrə ilə bağlı həmişə gələn suallardandır. 76 nömrəli sual. Belə bir çevrə verilib. Görə nə çəkdi? Yenə də bu öz ampulasındadır. Uşaqlar həmişə deyir ki, müəllim, bəlkə bulud çəkəsi sonunda çevrəyə çevirəcək. Yox, gəlin bunu özümüz elə ki, belə götürək. Çox da ehtiyac yoxdur buna. Gəlin belə eləyək.
Burada bir O nöqtəsi var. Buranı verib mənə nə qədər? 24 dərəcə. Buranı da verib mənə nə qədər? 30 dərəcə. Bura B'dir, bura C'dir, burada A'dır. Burada O nöqtəsidir. Mənə deyir ki, BAC bucağını neyləyin? Tapın. BAC bucağını tapın. Gəlin tapaq. BAC bucağını mən belə taparam. Buradan bir dənə radius çəksəm. Bu buna bərabərdir, bu da buna. Onda bura 30 ise burada nədir? 30'dur. Bu da 24'dürsə, burada 24'dür. Çünki bunlar radiusdur deyə OC, OA bir-birinə bərabərdir. Həmin bucaq da olacaq 54 dərəcə ümumən. 77 nömrəli sualın izahını verək. 77 nömrəli sualda biz görürük ki, avtomatik S 1'dir. Çünki Y oxunu kəsdiyimiz yerdə S nədir? 1'dir. Digər nöqtənin də koordinatı 1, 0 nöqtəsidir. Təpə nöqtəsinin koordinatıdır bu həmçinin 1, 0 nöqtəsi. Əgər nöqtə funksiyanın üzərindədirsə, mən aparıb onun yerinə qoyanda o ödəməlidir onu avtomatik. Yəni, Y-in yerinə 0 qoyacağım. 0 bərabərdir A vurulsun. X-in yerinə 1 qoyacağım. 1'in kvadratı üstə gəl. B vurulsun. 1 üstə gəl. S-nin də yerinə nə qoyurdum? 1 qoyurdum. Bitdi, getdi. Mən A plus B cəmini buradan birbaşa tapıram. -1. Məndən də A plus B plus 3C-ni istəyir. Bunu -1 tapmışam. -1 üstə gəl 3 vur 1. Yəni cavab 2. Cavab eləyəcək 2. Keçək 78 nömrəli sualın izahına. Deyir ki, yolun 16'da 9 hissəsi təmir olunduqdan sonra 77 kilometr təmir olunmamış qaldı. Uşaqlar, 16'da 9'u təmir olunubsa, deməli bunun 16'da 7'si qalıb. Və bu 16'da 7 də nəyə bərabər imiş? 77 kilometrə. Deməli, mən 16'da 7 hissəsi 77 kilometr olan ədədi tapmalıyam da, yolu tapmalıyam. Bunun üçün mən 77'ni böləcəm nəyə? 16'da 7'yə. Yəni 77 vurulsun, 7'də 16. Buradan 1, buradan da 11. Qaldı 176 kilometr. Cavab oldu 176 kilometr. Keçək növbəti suala. Növbəti sualımız 79 nömrəli sualdır. 79 nömrəli sualda deyir ki, ölçüləri 6, 8 və 10 olan düzbucaqlı paralelipipedin həcmi. Xəttə ölçülərini bir-birinə neyniyəcəm? Vuracam. 6, 8, 10. Eləyəcək 480. Bu qədər sadə. 80 nömrəli sual. A parametrinin hansı qiymətində A çıxılsın 3x bölünsün 2 kiçikdir -1 bərabərsizliyinin həllər çoxluğu -4'dən har olmalıdır, müsbət sonsuzluğa olmalıdır. Gəlin əvvəlcə biz bərabərsizliyi həll edək. Belə olacaq. -A çıx 3x kiçikdir -2 çarpaz vurdum. Elə bil ki, biz buradan x'i tapmağa çalışırıq da uşaqlar. -3x bərabərdir. -2 üstə gəlinsin A. X böyükdür. -2 üstə gəl A. Böl nədən? -3'dən. Niyə böyükdür? Mənfi ədədə böldüm deyə işarəni dəyişəcəm. Deyir -4'dən müsbət sonsuzluq olsun. Bitdi, getdi. Deməli, mənim bu ədədim elə bu -4'ə nə imiş? Bərabər imiş. Bu belə -2 üstə gəl A böl -3 bərabərdir -4'ə. Buradan da çarpaz vursam -2 üstə gəl A bərabərdir 12. A da bərabərdir nə? A da bərabərdir elə 14'ə. A olacaq 14. A'nın 14 qiymətində. 81 nömrəli sual. Deyir ki, 9 üstündə 2'də 1 üstə gəlinsin 0,25 üstündə -1 üstə gəlinsin 32 üstündə 0,6. Düzdür? Bəli. İfadəsinin qiymətini neyləyin? Tapın. 9 üstündə 2'də 1 elə 3 verir. 9 üstündə 2'də 1 nə verir? Elə 3 verir. Və 0,25 özü 4'də 1 deməkdir. Bunun üstündə də -1 var. Sonra 32 üstündə 0,6. Gəl bunda belə eləyək də. 32 üstündə nə yazaq? 10'da 6 yazaq. 10'da 6 yazaq. Və burada nə eləyəcəm? Çox sadədir.
4də 1 üstündə -1 özü elə 4 deməkdir. Bunu da yazıram kök altında, amma ixtisar eləyirəm. 5də 3 kimi yazıram. 5-ci dərəcədən kök altında 32 üstündə 3 deməkdir bu. Buradan verir mənə 12 üstə gəl. 5-ci dərəcədən 32 üstündə 3-ü, 32 özü 2 üstündə 5-dir deyə. Mən onu belə yazacağam. 2 üstündə 3 üstündə 5. Yəni yaza bilərəm, heç bir problem yoxdur. 2 üstündə 5 üstündə 3 idi. Mən yerlərini dəyişdim. 3 keçdi 5-in yerinə, 5 keçdi 3-ün yerinə. Sonra bu bir-birinə apardı. Qaldı 12 üstə gəl, 2 üstündə 3, yəni 8. Cavab oldu neçə? 20. Primitiv. Növbəti sualımız 82 nömrəli sual. Deyir ki, bunlar açıq suallarda həll tələb edir. Deyir ki, şirkətin mühafizəsi işində çalışan işçilərdən Namiq müəyyən saat gündüz vaxtı, Qurban isə müəyyən saat gecə vaxtı növbədə dayanır. Namiq hər saata 30 manat. Harada işləyir görəsən. Namiq hər saata 30 manat qazanır. Aha, lap yaxşı. Namiq 30 manat qazanır. Qurban isə hər saata 45 qazanır. Qurban 45 qazanır. Yəni belə anladıq ki, gecə simeninin bir saatının ödənişi 15 manat daha çoxdur gündüz simenindən. Bu iki işçi bir sutka ərzində ümumilikdə 14 saat növbədə qaldıqlarına görə cəmi 510 manat əldə edirlər. Cəmi 510 manat əldə edirlər. Yaxşı, deyək ki, bir x saat Namiq qalır, bir y saat Qurban qalır. Deməli, uşaqlar, x-i birlikdə x üstə gəl y neçə saat qalırlar? Ümumilikdə 14 saat. Və nə qədər qazanıblar? Namiqin qazandığını 30-a vuracağım. Çünki x saat və hər saat 30 manatdan dayanıb. 30 manat x. Qurbanda da 45 olacaq, vurulsun y, bərabərdir nəyə? 510-a. Və deyir, məsələni tənliklər sistemi ilə həll edin. Yəni, uşaqlar, biz bunu seçmə üsulu ilə də həll edə bilərik. Yerinə rəqəm qoymaq və s. və axır. Əlbəttə, səhv götürürlər. Çünki adamlar bizə deyir ki, tənliklər sistemi ilə həll elə. Sadə, indi hər tərəfi böləcəm nəyə? Hər tərəfi əvvəlcə bir 510 15-ə bölünürmü? Bir saniyə kalkulyatorla yoxlayaq. 515-ə bölünürsə. Məncə bölünür. Amma hər ehtimal yoxlayaq. Bölünür. Hər tərəfi 15-ə bölək. Alacam belə. X üstə gəl y bərabərdir 14-ə. 2x üstə gəl 3y də bərabərdir nəyə? 34-ə. Birinci tənliyi 2-yə vursam. Gəl vuraq. Alınacaq belə. 2x üstə gəl 2y bərabərdir 28. 2x üstə gəl 3y bərabərdir 34. Və tərəf-tərəfə çıxsam, qalacaq nə? Mənfi y bərabərdir 6, mənfi 6, y də bərabərdir 6-ya. Deməli, bizim bu Qurban işləyib 6 saat. Namiq də o zaman ikisi birlikdə 14 idisə, 14-dən çıxacam 6-nı. Namiq də 8 saat. Cavabımız olacaq elə 8. Sonra növbəti sual belədir. Yəni, lövhədə biraz yer düzəldək. 83 nömrəli sual. Deyir ki, ABCD paralelogramının A bucağının tənböləni. Məşhur sual. Qapıda var. Səhv eləmirəmsə, indi əgər o sualdırsa, yəni bu tənbölən söhbətindən ona oxşatdım ona görə. Tutaq ki, bu bir ABCD paralelogramıdır. A bucağının tənböləni, okey. Buradan bir tənbölən çıxdı. Tənbölən çıxdı. Alfa böldü. O zaman bura alfadırsa, burada alfadır. Əvvəlcədən qeyd edeyim. Çünki iki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi daxili çarpaz bucaqlar olur. Tənböləni B təpəsindən başlayaraq 3/2 nisbətində. Yəni, bura bir olur 3K, burada olur 2K. Gəl buna bir AT deyək, tənböləndir. Uşaqlar, alfadırsa, onda BT 3K'dırsa, burada neçədir? 3K'dır. Onda burada 3K'dır. Ümumən 5K'dırsa, AD də 5K'dır. Və deyir ki, AB'nin uzunluğu nə qədər imiş? AB'nin uzunluğu 18-dir. AB 18-dirsə, belə çıxır ki, elə 3K 18-dir. O zaman K'mız 6-dır. K 6-dırsa, məndən nə istəyir? Perimetrini. O zaman perimetr 3K, 3K, 5K, 5K.
16K eləyir. Yəni 16 vur 6, bu da eləyəcək 96. Cavab olacaq 96. 84 nömrəli sual. 84 nömrəli sualda deyir ki, ABCD düzbucaqlı formasında olan, gəl bir çəkək, düzbucaqlı formasında olan belə bir şeydir. Və bunun içində də bir dənə belə bir düzbucaqlı formasında olan belə bir şey var. Bunu da çəkdik. İndi biraz əyri ola bilər, onu boş verin, o qədər önəmli deyil. Bura A-dır, B-dir, C-dir, D-dir. Burada 2-dir, burada 2-dir və burada 2-dir. Okay. Deyir ki, ABCD düzbucaqlı formasında olan çərçivənin perimetri 52 cm-dir. Çərçivənin hər tərəfindən 2 cm saxlamaqla şəkil üçün ayrılan hissənin sahəsi 84 kvadrat santimetr olarsa, ABCD çərçivəsinin sahəsini tapın. Uşaqlar, deyirəm ki, bura bir x-dir, bura bir y-dir. Bura bir x, bura bir y-dir. Onda, uşaqlar, bu içəridəki çərçivənin bu kənarı olacaq x çıx 4. Müəllim, niyə 4? Çünki 2 bu kənardan tutulub, 2 də bu kənardan. Ona görə 4 cm çıxıram. Burada olacaq y çıx 4. Belə çıxır ki, x çıx 4-ü y çıx 4-ə vuranda nə alınır? Alınır 84. 84, lap yaxşı. Və əvvəlkinin də perimetrini mənə verib baxı. Yəni 2x üstə gəl 2y-i nə verib? 52 verib. O zaman x üstə gəl y nədir? 26-dır. X üstə gəl y də 26-dır. Və ABCD-nin nəyini istəyir məndən? Çərçivəsinin sahəsini istəyir. Çərçivənin sahəsini istəyir. Gəlin belə eləyək də, uşaqlar. Əslində mən bunu görə bilirəm, neçə eləyirsə. Görə bilirəm. Məsələn, bu 7 olsa, mən seçmə üsulundan eləyəcəm. Çünki mənə belə rahatdır. 7 olsa, bu da 11-dir. Daha doğrusu 7, 11 niyə ki? 7, 12. 7, 12 olsa, bu olacaq neçə? 4 cm azalıb 11. Bu da olacaq nə qədər? 15. Yox, 16. Nəsə düz gəlmədi. Yox, keçək. Keçək öz normal qaydamızdan yazacaq. Vuraq açaq. Vaxt getməsin deyə eləmək istəyirdim ki. X, Y bu nə eləyir? Çıx 4x, çıx 4y, üstə gəl 16. Heç vaxt da getmədi ki. 84. Məndən zaten bunun sahəsini istəmirdi. X, Y gəl onun sahəsidir. Eyni vuruz onu. X, Y lazımdır mənə tapmaq. 84 çıx 16, üstə gəlinsin 4 vurulsun, x üstə gəl y. Daha doğrusu, çıxılsındır uşaqlar. Sağ tərəfə keçəndə olacaq üstə gəldi. Başa düşdünüz necə? Bitdi, getdi. Mən elə bunu tapdım. X, y tapdım. 84-dən 16 çıxanda qalır 68, üstə gəlinsin 4 vurulsun. X üstə gəl y də nə verib mənə? 26. 68 üstə gəl 80, o da 24, 104. Elədi nə qədər? 172. Yox, 176. Ümumi sahə oldu 176. Nəsə səhvlik varsa, məncə inanmıram nəsə səhvlik olsun. Amma bəlkə də ola bilər. Cavab 176. İki tərəfi 5 cm və 7 cm olan, üçüncü tərəfi natural ədəd olan üçbucaqlar içərisindən ardıcıl olaraq təsadüfən seçilmiş iki üçbucaqdan birincinin bərabər yanlı üçbucaq, ikincinin isə müxtəlif tərəfli üçbucaq olması hadisəsinin ehtimalını tapın. Kifayət qədər yaxşı sualdır. Uşaqlar, deməli üçbucaq var. Tərəfi nədir? 5-dir, 7-dir. Və mənə deyir ki, birinci bərabər yanlı olsun. Mən buranı 7 götürə bilərəmmi? Onu yoxlayıram. Bərabər yanlıları yoxlayıram. 7 götürə bilərəmmi? 7, 7, 12, 12. Bəli, götürə bilərəm. Götürə bilərəm. Sonra və yaxud necə götürə bilərəm?
5, 7, 5 də götürə bilərəm. 5, 5, 7-dən böyükdür. Uşaqlar, niyə belə eləyirəm? Niyə belə eləyirəm? Çünki üçbucaq bərabərsizliyi ödənməlidir. Ona görə üçbucaq bərabərsizliyi ödənməlidir. Deməli, burada bərabər yanlı ola biləcək neçə üçbucaq mövcuddur? Bərabər yanlı ola biləcək 2 üçbucaq mövcuddur. Doğrudurmu? 2 dənə üçbucaq mövcuddur. Ona görə mən nə edirəm? Bəs müxtəlif tərəfli nə qədər ola bilər? Müxtəlif tərəfliləri tapmaq üçün nə edəcəm? Üçbucaq bərabərsizliyinə görə bura bir desən bir y-dir. Y 5 ilə 7-nin cəmindən, yəni 12-dən kiçik olmalıdır. 5 ilə 7-nin fərqinin modulundan, yəni 2-dən də böyük olmalıdır. Olacaq neçə dənə? Arada neçə ədəd var? 3 ola bilər, 4 ola bilər, 5, 6, 7, 8, 9, 10 və 11. Doğrudurmu? Və mən nə edirəm? Mən deyirəm ki, 2 üçbucaqdan birinci bərabər yanlı üçbucaq olsun. 2 dənə üçbucaq seçirəm, birinci bərabər yanlı olmalıdır. Və ikinci isə müxtəlif tərəfli. Müxtəlif tərəfli olması üçün variantlar bunlardır. 3-dür, 4-dür, 6-dır, 8-dir, 9-dur, 10-dur, 11-dir. Ümumən neçə üçbucağı var, onu tapmaq istəyirəm. Məxrəcdə olacaq deməli nə? Neçə üçbucaq var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Birinci olacaq belə. Kombinezon 9-dan neçə? Neçə üçbucaq seçirəm? 2 üçbucaq. 9-dan 1. Vurulsun. Kombinezon 8-dən 1. Müəllim, niyə görə vurulsun olur? Aşağılar. Ardıcıl seçimləri eləyir axı. Bildiniz necə? Eyni anda çıxarmır. Eyni anda çıxarmadığı üçün ardıcıl seçimlər eləyir. Başa düşdünüz? Ardıcıl seçimlər eləyir. Ona görə mən bunları nə edəcəm bir-birinə? Vuracam. Başa düşdünüzmü necə? Bu öz yerində. Və yaxud mən bunu belə də yaza bilərəm də. Bərabər yanlıları hardan seçirəm? 9 dənənin arasından 2 dənə bərabər yanlı seçirəm. 9 dənənin arasından 2 dənə. Gəlin belə də yazaq, elə də yazaq. Birinci olacaq kombinezon 9-dan 1. Digəri də kombinezon 8-dən 1. Mənə deyir ki, birinci bərabər yanlı olsun. Və surətdə də olacaq. Bərabər yanlı olma şansı 2 dənə idi axı. 7, 7, 1. Kombinezon 2-dən 1. Vurulsun. İkincini hardan seçməliyəm? Ümumən neçə dənə idi? İkisi bərabər yanlıdırsa 9 üçbucaqdan 7-si qaldı. 7-dən də birini seçməliyəm. Kombinezon 7-dən 1. Yəni bu şəkildə. Elə əslində bu özü nə verir mənə? 9-dan 2 vurulsun, 8-dən 7 verir. İxtisarıma aparsam 1, 4, nə eləyir? 36-da 7 ehtimal. Ümid edirəm səhv eləməmişəm. Cavab olacaq belə. Bu şəkildə.